Salam hörmətli abituriyentlər, gələcəyin tələbələri növbəti bir bölmənin izahını veririk. Qaldığımız yerdən davam edirik kompleks ədədlər. Çalışdığımız qədər hər bölmənin izahını verəcəyik. Həm A variantı, həm B, hələ ki A variantlarını veririk. Sonra da ardınca B variantlarını verəcəyik. Yəni hələ bizim bu yay imtahanımız da var. Ümumi bütün bölmələrin güvən nəşrində olan hamısının izahını veriləcək. Kompleks ədədlər 1-ə. I üstü 543. Ümumiyyətlə kompleks ədədlərdə I üstü 4-dən yuxarıların hamısını bölürük 4-ə, qalığını götürürük. Qayda belədir. 543-ü bölürük 4-ə. 4-ə bölən zaman son 2 rəqəm. Son 2 rəqəmdən qalıq alınır 3. Qalıq 3 alınırsa I üstü 3-dür. I üstü 3-də I kvadratı vuraq I deməkdir. Bu deyir mənfi 1 vuraq I, mənfi. Bir də C variantı. Keçək ikinci sualı. İkinci sualı nə deyir? I üstü 3. Hamısını bir hesablamalıyıq. I üstü 3'ümüz. Ümumiyyətlə bunları əzbər bilməliyik. I kvadratı mənfi 1. I üstü 3 mənfi I. I üstü 4'ümüz isə 1. Yəni I kubumuz elədir mənfi I. I üstü 6'mızı böldük 4'ə. 6'ını 4'ə böldük. Qalıq 2. Yəni I üstü 6, I üstü 2 deməkdir. Olur mənfi 1. I üstü 9'umuzu 9'u böldük 4'ə. Qalıq elədir 1. O da I üstü 1. Mənfi ilə i gedir, cavab elədir mənfi 1. 2'yə B variantı. Keçək 3-cü suala. 3-cü sual nədir? İfadəsini sadələşdirin. I üstü 109'a qədər ifadəni sadələşdirin. I üstü 5'ten başlayır. I üstü 7, I üstü 9. Bir kısa bir yanaşma götürür. I üstü 5'imiz I üstü 1 deməkdir. I üstü 7'miz I üstü 3 deməkdir. Yəni mənfi. Həmçinin I üstü 9'umuzda I üstü 1 deməkdir. Yəni olur nə? I çıxaq I plus I. Təzədən bundan sonra I üstü 11 gələcək. Bu da I üstü 3'dür. Yəni bu da mənfi. Yəni bunun hamısını gördüyümüz kimi bu şəkildə gedir. Hamısı edir və bura qədər ikisi 1 gəlir. Hamısı edir 0. Və bura qədər hamısı edir 0. Neçəyə qədər gələcək? Məsələ odur. 109'dan qabaq I üstü 5 ilə 109 arasında neçə ədəd var? 109'dan çıxırıq 5'i bölürük 2'ye, arasındaki fərq 2'dir. Üzerine 1 geldik. Bu deyir 104 bölü 2 üstəyə 1, 52, 53 tane. 53 tane ədəddir. 53 tane ədəddir. Onun 52'si 2'si 0 edir. Demək 52'si gedir, qalır bir dənə 53. Yəni I üstü 109 qalır. I üstü 109 da I üstü 1 deməkdir. Cavab verir I. 3A variantı. 4-cü sual. I üstü 20. I üstü 20 bölsək 4'ə I üstü 0 edir. Qalıq 1. Plus. Mənfi I üstü 38. I üstü 38 deməkdir. I üstü 14'ümüz də I üstü 2. 4'ə böldüm qalıq 2 alındı. 1 üstə gəlir. I üstü 38 4'ə bölsəm qalıq 2. Bu da çıxaq 1. I üstü 2. 1 çıxaq 1 çıxaq 1. Cavab birin mənfi 1. 4'ə variantı. 5-ci sual. I üstü 10. 4'ə böldük qalıq 2. 13'ü 4'ə böldük qalıq 1. 17'ni 4'ə böldük qalıq 1. Qalıq 2. I üstü 22. I üstü 2 mənfi 1 plus I çıxaq 1. Bunun da hamısı mənfi 2 plus 2. 5'ə D variantı. 6 sual. I üstü 1009. 1009'u böldük 4'ə. Son 2 rəqəm. Yəni 9 4'ə I üstü 1. 6'ya E variantı. 7. Qüvvətlər toplanır. 1 plus hasildir. Üstə gələ 3. Ən axırda neçə kimi? 40'a kimi. 1'dən 40'a qədər ədədlərin cəmi ədəd sizlə toplaya bilərsiniz və yaxud belə deyək. 1 ilə 40'ın cəmi 41. Həmçinin 2 ilə 39'un cəmi 41. 41 vuraq 40'dan ikisindən biri alınır. 41 vuraq 20. O da 0. 2, 8, 820. I üstü 820. 4'ə bölsəm I üstü 0. Bu da 1. 7'ya variantı. 8 sual. Yine 1'den 50'ye qədər ədədlərin hasilidir. 1 plus 50 vuraq 50 bölü 2. 25 tanesinin ikisindən biri alınır. 51 vuraq 25. O da axırı 5'dən qutaracaq.
Edir i üstü 1275. Onu da 4'e bölse 72 qalğıç i üstü 3. O da mənfi i. 8 variantı. Gece 9 sonra 2 plus y'nin kvadratı üstü 2'nin kvadratı 4. Hasilin ikimisi 4 i plus i kvadrat. Bırak 1 plus i üstü 5 i deməkdir. Qalıq 1. i üstü 22 de i üstü 2 deməkdir. 4 plus 4 i çıxaq 1. Vuraq 1 plus i vuraq mənfi 1. 3 plus 4 i'ni də vururam. Mənfi 1 çıxaq i. Bu deyir mənfi 3 çıxaq 3 i çıxaq 4 i çıxaq 4 i kvadrat. Bu deyir mənfi 3 çıxaq 7 üstə gələk 4 o da 1 çıxaq 7. 9'a 1. 10'unsa 1 çıxaq i'nin kubu i plus 1 i çıxaq 1 bunun yerini dəyişirəm. Ebeyədə i plus 1 çöldən kubu. A kubu vuraq B kubunu A vuraq B'nin çöldən kubu kimi yazmaq olduğuna göre. i çıxaq bu olur i kvadrat çıxaq 1'in kvadratı çöldən kubu. Bu deyir mənfi 1 çıxaq 1'in çöldən kubu. Mənfi 2'nin kubu mənfi 8. 10 olsun. i çıxaq 1 i kvadratı çıxaq 1'in kvadratı. Mənfi 2'nin çöldən kubu mənfi 8. 11'e. Rez 5 imzet 3. Rez yadınızda saxlayın. Rez A'da imzet B'de. Ben nədə komplekslərdə? Komplekslərdə A plus B. Yanan görə Z bərabər 5 plus 3. 11'e. 12 mənfi kökətdə 2 ədədinin xəyal hissəsi Z bərabər A plus B ilə xəyal hissə B'dir. i'nin qarşısındakı əmsal. Bu da i yoxdur deyə xəyal hissə 0. 12 variantı. 13. Xəyal hissənin əmsalı 3'də 2 i'nin qarşısındadır. Həqiqi hissənin cəmini tapırız 4'də 1. 12'də 8 plus 3. 12'də 11. 10'da 14. Bunu varsıram i kvadrat plus 2 çıxaq 2 kvadratı çıxaq 10. Mənfi 1 2 ilə çıxaq 8 üstə gələ 2 niyə i kvadrat mənfi 1 1 çıxaq 8. 14'də 1. 15 5 plus 4 üstə gələ i kvadrat. Bu deyir 5 plus 5'i çıxaq 1 o da 4 plus 5'i. 15'e C variantı. 16 8 plus 4 çıxaq 2 çıxaq i kvadrat. 8 plus 2 plus 1 9 plus 2 16'ya A yok daha doğrusu. 8 plus 4 çıxaq 2 çıxaq i kvadrat o da 9 plus 2 16'ya variantı. 17 Z1 plus Z2 1 çıxaq 2 plus 3 plus i. Bu da 4 çıxaq i. 17 variantı. 18 bunu varsaq 2 plus i plus 4 i plus 2 kvadrat. Bu da 2 plus 5 i çıxaq 2 bu da 5 i. 18'e C. Sonra 19 Z1 vuraq Z2 3 plus 2'ni vururam 5 çıxaq 4 i. Bu da 15 çıxaq 12 plus 10 i çıxaq 8 i kvadrat. 15 çıxaq 2 plus 8 bu deyir 20 çıxaq 2. 19'a 20 2 çıxaq i plus olur minus mənfi 1 plus 2 çöldən kvadrat. Bu deyir 1 plus i'nin çöldən kvadrat. Bu deyir 1 plus 2 plus i kvadrat. i kvadratı mənfi 1. Cevap 2. 20'ye de A. Sonra 21. Xəyal hissə x, y karşısını tap.
olur x'i plus 3x çıxaq 6 bərabərdir. y plus 5i. İ'lərin qarşısı 1 olmalıdır. Yəni x bərabərdir. Y i'sizdə 1 olmalıdır. Daha doğrusu biz bunu vurvaşmasak da olardı. i vuraq y plus 5. Yəni i'nin qarşısı burada x, burada y'nin qarşısı y bərabərdir y plus 5'e. Həmçinin 3x çıxaq 6 sağda heç nə yoxdur deyə. Xəyal hissəyi, həqiqi hissə yoxdur. Bərabər 0. 3x bərabərdir 6x bərabər 2'ye. 2 bərabər y plus 5, y'də mənfi 3. Hasili 2 vuraq mənfi 3, mənfi 6. 21'e E variantı. 22. Vurub atıram x'i plus 2x plus 5i plus 10 bərabər 2y çıxaq y çıxaq 6 plus 3'i. Burada x'in qarşısı ileri çıxadan bir yerde x plus 5 plus 2x plus 10. Sağ tərəfə yazıram 2y çıxaq 6 çıxaq mənfin çıxarsam mürtədə qabanı belə plus yazırım i. Olsun mənfi y plus 3 və yaxud da belə elə plus i'ni çıxartdım mürtədə qabanı 3 çıxaq y. Yerini dəyişdim. İ'lərin qarşısına kəmsala bərabər olur. X plus 5 bərabər 3 çıxaq y. Həmçinin 2x plus 10 bərabər 2y çıxaq 6'ya. Yuxarıda alınır ki x plus y bərabərdir mənfi 2. Aşağıda 2x çıxaq 2y bərabərdir mənfi 16'ya. Aşağıda hər tərəfini 2'yə bölsəm x çıxaq y bərabərdir mənfi 8. Yuxarıdan aşağı toplasam 2x bərabərdir mənfi 10, x bərabərdir mənfi 5. X'in mənfi 5 qiyməti mənfi 5 çıxaq y bərabərdir. X plus y soruşur, bir də mənfi 2 lazım deyil y. Cavab tapmışıq. 22C variantı. 23. i'nin qarşısına kəmsallar, yəni 2x çıxaq 1 i'sizlər bərabər 9'a, i'nin qarşısına x plus y bərabər, burada əmsal 1. Yuxarıdan 2x bərabərdir 10'a, x bərabərdir 5'e, aşağıda qoy 5 plus y bərabərdir 1'e, y bərabərdir mənfi 4. 23A variantı. 24. Z2 üstü qoşmasını soruşur. Əvvəlcə Z1 plus Z2 3 çıxaq 4'i plus Z2 bərabər 5 plus i. Buradan Z2'ni tapaq. 5 plus i çıxaq 3 plus 4'i. Bu deyir 2 plus 5'i. Qoşması bunu çıxmalıdır. 2 çıxaq 5'i. 24'də B variantı. 25. Z bərabər 2, Z üstü xət bərabər mənfi 2. Hasil soruşur. 2 vuraq mənfi 2. Mənfi 4 i kvadrat oluyor müsbət 4. 25'e B. 26. Z üstü xəttimiz deyir 7 çıxaq 3'i. 7 plus 3'i üstə gələ 7 çıxaq 3'i. 14. En asıl suallardan biridir. Geldi 27'ye. 27'de burada bir dikkat olmalı bir kaydı var. Koşmasının tapdığında burada çok çox səhv edir. Nəyə səhv edir? Yerlərini dəyişir ki bunu dəyişik etməmək üçün əvvəlcə bunun yerini dəyişir. Və z üstü xət bunu olur 3 çıxar kökatlı 2. Yəni belə bir cavabda hansı variantdadır? Mənfi kökatlı 2 plus 3. Çox şəkildə bu A-nı yazır, A deyil. Cavab C'dir. 28. Z kompleksədə üçün 2Z plus i bərabər Z üstü xət yerinə qoyulur. Baxın 2Z'i yazıram. 2 vuraq A plus B'yi üstə gələ i bərabər Z üstü xət A çıxaq B'yi çıxaq 3. Və RZ imz. Buradan ileride hesabım 2A plus 2B'i üstə gələ i bərabər A çıxaq 3 çıxaq B'yi. Və burada A'sızlar 2A bərabər A çıxaq 3'ə. Buradan A bərabər mənfi bunu tapdıq. Bir də var. 2B plus 1 i'nin qarşısına kəmsallar bərabərdir mənfi B'yə. Burada 3B bərabərdir mənfi 1'ə, B də bərabərdir mənfi 3'ə 1.
Ve aynen B'nin hasılı menfi 3 bırak menfi 3'te 1. Cevap 1. 28'de E variantı. 29 2 çıxar I plus Z. Komplekslərin modunu tap 2 çıxar I plus Z'in yerine A plus B'yi beraber Z xəttin yerine yani son düzgün yazaq. Beraber Z xəttin yerine yazıram ki A çıxar B'ni vuracaq 1 plus İ'ye. Sol tərəfində işimiz yoxdur. B yazaq 2 plus A plus i'nin çıxacağım mürtəqə qabını B çıxaq 1. Bu sol tərəf qalsın. Sağ tərəf. A plus A i çıxaq B i çıxaq B kvadrat. Sağ tərəf yazıram A bu plus B olur. A plus B üstəgə i'ni çıxacağım A çıxaq B. İndi yazırıq. 2 plus A bərabər A plus B'yə. Həmçinin B çıxaq 1 bərabər A çıxaq B'yə. Yuxarıdan A'lar gedib B2 alınır. Aşağıda qoyun verin. 2 çıxaq 1 bərabər A çıxaq 2. A da bərabərdir 1 plus 2 3. A 3. A'nın 3 qiymətini yerinə qoysaq harada istəsək. A'nı tapdıq, B'ni tapdıq. Komplekslərində modulu kök adda A kvadrat plus B kvadrat. 3'ün kvadratı plus 2'nin kvadratı. Kök adda 13. 29'da C variantı. 30. sual. Məxrəci varsa qoşmasına vururuq. I plus 1'i vururuq. Məxrəcin qoşması I plus 2'ye. Yuxarı olur I kvadratı plus 2i plus i plus 2. Aşağıda I kvadratı çıxar 2'nin kvadratı 4. Yuxarı I kvadratı edir mənfi 1 plus 3i plus 2. Aşağıda I kvadratı mənfi 1 çıxar 4. O da 1 plus 3i bölü mənfi 2. Bu da hər tərəfi mənfi 1 plus 3i bölü mənfi 2. Hardasa səhv elədik. Yəqin ki I kvadratı plus 2 mənfi 1 aşağıda çıxart 4 mənfi 5. Burada səhv eləmişim. Mənfini atsa qaba bu variant. 30'a E variantı. 31'də sadələşdirin və tərsini tapın. Əvvəl sadələşdirmək üçün orta məxrəcə gətiririk. 2 plus I 2 çıxar I. 2 vuraq 2 çıxar I çıxar 2 vuraq 2 plus I. İndi hesablayaq. Məxrəc eləyi müxtəsər vurma üstürü 2'nin kvadratı çıxar i'nin kvadratı. Yuxarı 4 çıxar 2 çıxar 4 plus çıxar 2. Yuxarı mənfi 4'ü aşağıya 4 plus 1. 5'te mənfi 4'ü. 5'te mənfi 4'ü. Odan variantda 31'e D variantı. 32. sual. Komplekslər yox, əvvəlcə aldığın D cavabını tərsini tapın. Diqqətli olaq. 31'də tapdıq. 5'te mənfi 4'ü sadələşdirin və tərsini tapın. 4 çıxar 2 çıxar 4 plus çıxar 4'ü. Mənfi 4'ü bölək 5. Burada əslində cavab budur. E variantıdır. Güvəndə də cavab səhvdir və tərsini tap deyirsə mənfi E variantıdır. 32. sual. Komplekslərin tərsini tap. Tərsi 1 plus i'nin tərsi 1 bölək 1 plus i. O da qoşmasına vurulur. 1 çıxar i'ye. Məxrəc olur 1'in kvadratı çıxar i'nin kvadratı. O da olur 1 çıxar i bölək 1 plus 1. 1 çıxar i bölək 2. O da 2'də 1 çıxar 2'də 1. 32 variantı. Ondan sonra 33. Tərsini tap. 1 bölək 3 plus i. O da qoşmasına vururam. 3 çıxar i. 3 plus i'ndə 3 çıxar i'ye vururam. Bu da 3 çıxar i. Aşağıda 9 çıxar i kvadrat. 3'ün kvadratı 9. Aşağı 10'da 3 çıxar i. 10'da 3 çıxar 10'da 1 i. 33'e A. 34. Aşağıdaki hansına bərabər i üstü mənfi. Bu 1 bölü i'nin kubu deməkdir. Bu 1 də bölü mənfi i.
Bunu da açıb qaba mənfi 1 bölü i. Onu da qoşmasına vuram mənfi i. Vuram i'ye olur i. Mənfi 1 bölü i kvadratı mənfi 1. O da müsbət 1. 34'de C varyantı. C yok daha doğrusu. İ'ni i'ye vururum. Bu yukarı i'dir. Müsbət i. 34'de i. Gece 35'in sualı. Orta məxrəcdə onun qoşma ilə hasilidir. Kök hatta 3 plus 3 yeni vururam. Kök hatta 3 plus çıxaq 3 yeni. Kök hatta 3 çıxaq 3 yeni vururuq buna. Yəni kvadrat olur müxtəsər vurması plus kök hatta 3 plus 3 yeni də vururam. Kök hatta 3 plus 3 yeni. Məxrəc müxtəsər vurması sordu. Yəni nə? Kök hatta 3'in kvadratı çıxaq 3'in kvadratı. Məxrəcdən işimiz yoxdur. Yuxarıda müxtəsər vurması sordu. Kök hatta 3'in kvadratı çıxaq 2 misli 2 vuraq kök hatta 3 vuraq 3'i plus 3'in kvadratı. Eyni proses o bir tərəfdə. Kök hatta 3'in kvadratı plus 2 vuraq kök hatta 3 vuraq 3'i plus 3'in kvadratı. Aşağı edir 3 çıxaq 9 i kvadrat. Yuxarı edir 3 bölür 6 bundan bu gedir. 3 plus bölür 9 i kvadrat plus 3 plus 9 i kvadrat. Aşağı edir 3 plus 9. Yuxarı edir 6 çıxaq 9 çıxaq 9 i kvadratdan mənfi 1 olduğuna görə. Aşağı 12 yuxarı mənfi 3 mənfi 12. Cavab mənfi 1 eləməlidir. Əgər səhv hesablamadıqsa. 35-ci. 36. Kompleks hissələrinin xəyali hissəsi ilə həqiqi hissəsinin fərqini tap. Əvvəlcə xəyali hissəni tapmaq üçün məxrəc sadələşdirək. 4 bölək 4'ü üstə gələk. 1 çıxaq in üstü 4 necə yazım? 1 çıxaq in üstü 4. Onu kvadratın kvadratı yazaq. Bu da olsun 1 çıxaq 2 plus i kvadrat. Bu da 1 çıxaq 2 çıxaq 1. Mənfi 2'nin kvadratı. Bu da 4i kvadratı mənfi 4. 4i kvadratı mənfi 2 i'nin kvadratı. Bu da 4i mənfi 4. 14'ün kvadratı. 16. Örtən çərçivədir. Daha doğrusu 1 çıxaq 2. Bu hesabladık. Bu kvadrat. Mənfi 2 4i kvadrat. O da mənfi 4. 4i çıxaq 4. Məxrəc. 4'e çıxarsam i çıxaq 1. 1 bölü i çıxaq 1. Onu da qoşmasına vururam. Olur i plus 1 bölü i çıxaq 1 de i plus 1'e vururam. i kvadrat çıxaq 1. i plus 1 bölü mənfi 1 çıxaq 1. Mənfi 2 de i plus 1. Bu da olur mənfi i bölü 2 çıxaq 2'də 1. Böyle bir misal olur. Komplekslərin deyil, xəyal hissəsi, həqiqi hissəsinin fərqi hesab. Xəyal hissəmiz mənfi 2'də 1, həqiqi hissəmiz də mənfi 2'də 1. O fərqini tabi mənfi 2'də 1. Cevap 1 0. 36 7. 37. Komplekslər üçün A plus B'nin cəmini tapın. Birinci ziyeti sadələşdirək. 3 plus i çıxaq 3i çıxaq i kvadrat. 3 çıxaq 2 plus 1 4 çıxaq 2. Bu da 1 bölü 4 çıxaq 2. Bunu sadələşdirək. Qoşmasına vurur. 4 plus 2'ye. Olur 4'ün kvadratı çıxaq 2'nin kvadratı. Yuxarı bizə verir heç nə 4 plus 2'ni. Aşağı 16 çıxaq 4'ü kvadrat. Böyle 4 plus 2 bölək 16 plus 4. 20'de 4 plus 2. Bunu da yazıram 20'de 4 üstə gələk 20'de 2. Bu da 5'te 1 plus 10'da 1. İyi. Bizden de A plus B'ni soruşur. 5'te 1'in 10'da 1'in cəmi.
0,2 üste göre 0,1 0,3 37'ye cevap B variantı. 38 kvadrat tənliyi qurun köylər cəmi mənfi P, köylər asili Q. Və bunu tətbiq edirik. 1 plus I üstə gələk 1 çıxaq I. İlər gedir 2. P bərabərdir mənfi 2. Köylər asili 1 plus I-ni də vururam 1 çıxaq I. 1'in kvadrat çıxaq I kvadrat. 1 plus 1 2. Q də 2. Düsturumuz olur x kvadrat çıxaq Px plus Px plus Q. Çıxaq 2x plus 2. 38'dədir. 39. BC tam ədədlər. Tənliyin köylərindən 1, 2 plus 3'i tam ədəd deyirsə, köylər açısı olduğunu buradan tapa bilərik. Baxın 2 plus 3'ini biz nəyə vursaq tam ədəd alınır. Demək qoşmasın. Həmişə qoşma olur. 2 çıxaq 3'i həqiqətini yoxla. 2 plus 3'ini 2 çıxaq 3'i vursam 2'nin kvadratı çıxaq 3'nin kvadratı. 4 plus 4 çıxaq 9 ikva. Bu da 4 plus 9 edir. 13. Yəni buradan S'nin xaricdə olduğu hasil oldu S 13. Tənliyin ikinci kökünü tapdıq. Qoyaq yerinə x1 plus x2 də mənfi 1. 2 plus 3'nin üzerine gəlir 2 çıxaq 3. 4, bir də mənfi 4. Hasili mənfi 4 vuraq 13, mənfi 52. 40-cı sual. Eyni sualdır. 40-cı sualda isə yenə 1 x 1 olsa x2 olur 3 plus 2 yenə hasili. x1 və x2. 3 çıxaq 2'ni 3 plus 2'ye vurur. Bu da 3'in kvadrat çıxaq 2'nin kvadratı. 9 çıxaq 4'ün kvadratı. Bu da 9 plus 4. Yenə 13. Sonra B'ni tapma köylər cəmi. Özü mənfisini. B oldu mənfi 6. Hasili mənfi 6 vuraq 13. Mənfi 78. Mənfi 6 yadır. BC tam ədədlərdir. BC hasilini tap. Mən 6 78 mənfi 78. Burada səhv yoxdur. Bunlar nəyə nəzərdə tutulur ki? Köylər cəmi mənfi 4'ü yəqin 13'ə vurur ki. 40'a nə cavab? 40'a verdikləri cavab E variantı mənfi 117. 117'ni almaq üçün 9'u vurmalıyıq 13'ə. Mənfi 13'ə. Bu da bizdə heç cür alınmır axı. Çünki köylər hasil edir 3 çıxaq 2, 3 plus 2. 9 plus 4. Köylər hasili 13 edir %100. Köylər cəmi isə 3 çıxaq 2 plus 3 plus 2 mənfi 1. O da 6 edir. 6'nın mənfi 78. Burada səhv verir. Güvəndə səhvlər olur. Dimdə elə səhvlər olmur, amma güvəndə olur. 41'də tənliyin köylərindən 1, 2 çıxaq kök 3 idisə köylər cəmi 4. Qoyuram yerinə 2 çıxaq kök 3'i plus x2 bərabər 4. x2 bərabər 4 çıxaq 2 plus kök 3. 2 plus kök 3. Yəni köylər açılır. M. Demək 2 çıxaq kök 3'ini vururuq 2 plus kök 3'i. Bu da olur 2'nin kvadratı çıxaq kök 3'nin kvadratı. 4 plus 4 çıxaq 3'i kvadratı bu deyir 4 plus 3. 7. Gördüğünüz kimi bəzi suallarda problem olur. O da texniki səhvlərdir. 42'də tənliyi həll edin. Köylər cəmi mənfi 4'ü. Köylər hasili 12. Bu da hansı ədədlərdir ki buranda 12 eləsin mənfi 4'ini burada variantlarda baxanda mənfi 6 ilə 2 onunla tapa bilərik.
Vietnam. Bu buradan alınır. 42 avtomat D variantı alınır. Viyete göre. Diskriminantını tabirlərsiz. Bax 4y'nin kvadratı çıxaq. 4 vuraq 1 vuraq 12. Bu deyirik baxın 16 kvadratı çıxaq 48. Bu deyirik mənfi 16 çıxaq 48. Mənfi 64. Mənfi 64'e yazıram 64 kvadrat. Təzən Z1 yazıram. Mənfi 4 plus 64 kvadratına çıxır 8 yeni bir yer çıxardıram. 4 bölü 4 64 değil. 4 bölü 4 yok. 2 vuraq 1. 2 bir de mənfi 4 çıxar 8 bölü 2. Yəni oradan da Vietnam tap olar və yaxud diskriminantla da. Tərinin köylərini tapın. İndi burada diskriminantını tapacağıq. 1 çıxar 4 vuraq 2 8. Mənfi 7. Onu yazıram 7 kvadratı. Ondan kök çıxacaq. Kök altı 7. X1 bərabərdir. X1'dən də Z1. Mənfi 1 plus kök altı 7 bölü 2. Bir dəfə. Bir də mənfi 1 çıxar kök altı 7. C variantı nəfəli görsənir. 43 C. 44. Z kvadrat bərabərdir. Mənfi 16 yerine 16 kvadratı yazıram. O da plus minus 4'dür. 44'də B. 45 A kvadratı plus 121 B kvadratını yazıram. 11 B i'nin 11 B'nin kvadratı. Burada bize hiçbir vuruklar vermiyor. Bunu yazdım çıxaq. Bak 121 B kvadratın yerine böyle yazdım. A kvadratı çıxaq 121 B i kvadrat. B kvadratı i kvadrat. Bu da A çıxaq 11 B A plus 11 B. 45 A variantı. 46. Blokları ayrın. Z kvadratı 10Z plus 41. Bunun yaxşı diskriminantın tərinin kökünü tapsa görəcəyik. 10'un kvadratı çıxaq 4 vuraq 41. 100 çıxaq 4 16 164. Bu deyir 264 və mənfi 64. O deyir 64 kvadrat. Z1 bərabərdir 10 plus 8 bölü 2. Bu da 5 plus 4'dür. O birisi olacaq 5 çıxaq 4'dür. İndi bir də yazacağıq ki Z çıxaq 5 çıxaq 4'dür. Bir də yazacağıq Z plus 5 çıxaq 4'dür. O da hansı variantdadır? 46'ya gəlir hansı variant? A variantı. Karşıda mənfi var da burada plus olur. Burada ne olur? Oldu şimdi. 47. Z üstü 4'e bir T desek olur. T kvadratı çıxar 17 T plus 16 beraber 0'a. Bu da T çıxar 1 T çıxar 16'nın köyləri. Ya T çıxar 1 beraber 0 T bərabərdir 1'ə. Ya T çıxar 16 beraber 0 T bərabərdir 16. Qoyuq yerinə. Z üstü 4 bərabərdir 1 Z bərabərdir plus minus 1. Bir də Z üstü 4 bərabərdir 16'ya. Həmçinin burada problem nədədir? Problem oradadır ki, həm də bunların mənfilər də var. Kompleksədir. Z bərabər plus minus 2. Sonra Z kvadratı axır i kvadrat mənfi 1'dir. Onun gibi mənfi 1'in üstü 4'də 1 elədiyindən, yəni burada alınır həm də plus minus i də var. Plus mesela 2'nin üstü 4. 16 üstü 4 idi. Bu da 16 idi. Ona göre cevap A variantı. 48. Z komplekslərinin deyir qoşması, əksi və tərsi bir-birlərinə bərabər olarsa. Cümləni başa düşmək lazım. Nə deyir? Qoşması, əksi və tərsi bir-birlərinə bərabər. Qoşması A çıxaq B. Əksi mənfi A çıxaq B və tərsi bir-birinə bərabər 1 bölü A plus B. B'ni tapın. Bu sualı bilməmək
A bərabərdir mənfi nə zaman ola bilər? A-nın hansı qiymətlə mənfi ola bilər? Və yaxud da ki, baxın, eyni qayda ilə mənfi B bərabərdir mənfi B. Bu birdən başqa sıfırda mümkün deyil, çünki məxrəc sıfır edir. Sonra burada da nə zaman bərabər ola bilər? Hamısı 1-də plus minus 1. Şifahi tapma olur bu sualı. 49. 1 çıxaq i üstü 99. Yazırıq bunu. 1 çıxaq i üstü 2'nin üstü 49. Hadi bunu hesablayalım. 1 çıxaq 2 plus i kvadrat. Bu deyir i kvadrat 1 çıxaq 2 çıxaq 1. Bu da mənfi 2'nin üstü 49. Bunu yazırıq. Mənfi 2'nin üstü 49. I üstü 49. Mənfi 2 üstü 49. Mənfi 2 üstü 49. Vuraq. I üstü 49'umuz. 4'e bölünür. I üstü 1 qalır. Yəni mənfi 2 üstü 49 i qaldı. 49'a i variantı. Axırıncı sual 50. 1 plus kökatlı 3 üstü 2 min üstü 1'e yazırım. Üstü 2 üstü min 1 bura 1 plus kökatlı 3. Evet üstü kvadrat hesablayaq. 1 plus 2 kökatlı 3'i üstə gələk. Kökatlı 3 i kvadrat. O da olur. Çıxaq kökatlı 3 birbaşa. Üstü min 1. O da bizə çox uzun gedəcək. Bu bizə sərf eləmədi bu üsul. Bu üsul sərf eləmədirsə bunun ən yaxşı yolu əvvəllər yazdığımız üsullar indi bu buraxışa da düşmür. Bloka kompleksdə bu proqram çıxıb. Sadəcə bu mikslər üçün qalıb. Nədir mikslər üçün? R bərabərdir. Ümumiyyətlə yazacağız bərabər kompleks həyətdə. Mavr düsturu. Z üstü N bərabərdir. R üstü N vuraq. Kosinüsdən olan bir misal idi. Kosinüs NF plus i sinüs NF. R'i buradan böyle tapırdık. R bərabər kökatlı 1 plus kökatlı 3'ün üstü 1'in kvadratı plus kökatlı 3'ün kvadratı. Bu da 1 plus 3 4'ten kök çıxır 2. Sonra fi'ni de tapırdık. Fi de aktangesiydi. 1 bölü kökatlı 3 bölü 1'e. O da aktanges kökatlısı da alırdı 60 derecede. 60 derecede alırdı. Yani pi bölü neçədə? 3'te. Ve 10 üstü 2003 yazacaqdıq. Yani böyle bir şey alınır. 2 üstü 2003. Bura. Kosinüs. Neçədir bu? 2003 bura pi bölü 100. Üste göre i sinüs 2003 bölü pi bölü 3. 200 2003 kalır. Kosinüs. Pi bölü 3'te 60 alırdı. 2003 defamda fırlasak yine 2003 böleceği pi'ye 3'e. Qalıq istəyən götürəcək. Yine 2000 1 bölünəcək. 2 pi bölü 3 kalır. 2 pi bölü 3. O da 183 60 120. Kos 120'de alınır. O da mənfi. Mənfi 2'də 1. Üstə gələk. Bir misal olmalıdır. Mənfi 2'də 1 üstə gələk. O birisi eləyir sinüs 120. Sinüs 120'de de sinüs 60'ın qiyməti. Kökatda 3 i bölü 2. Bunu da mörtəzənin içərisinə vursaq 2 üstü 1'i vurub açsaq. O 2 üstü 2002. Bırak hemen 2'ni bir daha vursaq mörtəzənin içərisinə. Baxın gör nə alınacaq. Mənfi 1 alınacaq. Burada 2 üstü 2002. Burada arası bir yerde səhv elədik. Kosinüs 120 eləyir. Mənfi 1. 2 üstü 2002 vuraq mənfi 1 plus kökatlı 3'i. Bu da kökatlı 3'i çıxaq 1. Həmin mənfində açacaq əvvəl deyəcək B variantıdır. O da uzun bir həldir. O da buraxış bloka düşmür, açıq proqramı bir miqdara düşür bu. Sağ olun uşaqlar.